Hörmətli xanımlar və bəylər, hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm. Sizlərə və siz simanızda bütün xalqımıza uğurlar, xoşbəxtlik, firavanlıq arzulayıram. Biz hər il dekabrın 31-də bu müqəddəs məkana gəlirik və Əbülfəz Elçi bəyin məzarını ziyarət edirik, sözümüzü deyirik. Niyə məhz Əbülfəz Elçi bəyin məzarı üstünə gəlirik biz 31 dekabrda, Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə? Birincisi ona görə ki, bugün 1989-cu ilin 31 dekabrında Araz boyu sərhədlərin sökülməsi hərəkatı ilə tarixə düşübdür. Və məhz Əbülfəz Elçi bəyin qərarı ilə bizim də iştirak etdiyimiz Milli Məclisin iclasında, toplantısında həmin gün dövlət bayramları siyahısına daxil edilibdir. Və həmin gün Elçi bəyin adı ilə bağlıdır. Elçi bəyin qərarı ilə bu aksiya həyata keçirilib. Zamanında İranla Rusiyanın müəyyənləşdirdiyi bu sərhəd oradakı istehkamları, telləri qırılıbdır. Bu Elçi bəyin adı ilə bağlıdır. Elçi bəyin xidmətidir. Ona görə məhz 31 dekabrda biz Elçi bəyin məzarı önündə həmin günü qeyd etməyi məqsədə uyğun hesab edirik. Eyni zamanda başqa, daha fundamental səbəb də var. Çünki Əbülfəz Elçi bəyin bütün həyatı əslinə qalsa, Azərbaycan xalqının, bütün soydaşlarımızın birliyi, bərabərliyi, həmrəyliyi naminə bir hərəkat idi. Elçi bəyin bütün həyatı bu amala xidmət edib. Bilirsiniz ki, müsavatçılığın əsas formullarından biri, bəlkə də birincisi budur ki, müsavatçılıq Azərbaycanımızın müstəqilliyini və Azərbaycanlıların hər birinin xoşbəxtliyini təmin etmək siyasi cərəyanı. Bunu zamanında Böyük Məhəmməd Əmin Rəsulzadə müəyyənləşdirib. Onun məşhur bir sözü var ki, Azərbaycana rəhbərlik edən partiyanın adı Müsavat Partiyası olmaya bilər, amma həmin partiya Azərbaycanımızın müstəqilliyini və Azərbaycan vətəndaşının xoşbəxtliyini təmin etməlidir. Yəni, müsavatçılığın hədəfi dövlətimizin, ölkəmizin müstəqilliyi və vətəndaşımızın, soydaşımızın xoşbəxtliyidir. Elçi bəy də bu prinsip uğrunda bütün həyatı boyu mübarizə aparıbdır. Ona görə Əbülfəz bəy milli birliyi, həmrəyliyi hər şeydən üstün tutubdur. Çünki o, ölkəmizin müstəqil yaşaması, vətəndaşımızın xoşbəxtliyi üçün iki önəmli məqamı qeyd edib. Azadlıq və birlik, həmrəylik. Müsavat Partiyasının proqramında da təsanüd nəzəriyyəsi irəli sürülübdür. Azərbaycanımızın müstəqilliyi və vətəndaşımızın xoşbəxtliyi üçün təsanüdün, yəni milli birliyin olmasının zərurəti qeyd olunubdur. Elçi bəyin təlimində də birlik, bərabərlik, həmrəylik həlledici bir hədəf idi. Bəzən yarı ciddi, yarı zarafat Əbülfəz Elçi bəydən stat gətiririk ki, o mübahisə edən adamlara adətən deyirdi, ikiniz də düz deyirsiniz. Bu sadə məsələ deyil. Əbülfəz Elçi bəy mübahisə edən, fərqli fikirlər söyləyən adama ikiniz də düz deyirsiniz deməklə, onların hər birinin fikrindəki müsbət çalarları, işə yarayan çalarların olduğunu qeyd etmək istəyirdi. Və istəyirdi ki, insanlarımız, siyasi qüvvələrimiz, partiyalarımız, təhlilçilərimiz, alimlərimiz, jurnalistlərimiz hətta mübahisə eləyəndə də bir-birinə qalib gəlmək naminə yox, millətimiz, xalqımız, vətəndaşımız naminə həqiqəti tapmağa xidmət edəcək. Bu Elçi bəyin xarakterindəydi, bu Elçi bəyin əsas hədəflərindən biridir və biz hər zaman bunun şahidi olmuşuq. Əbülfəz Elçi bəylə birgə fəaliyyət göstərdiyimiz zamanlarda istər xalq hərəkətindən başladığımız, xalq cəbhəsini yaratdığımız, xalqın müəyyənləşdirdiyi hakimiyyətli iştirakımız zamanı, istər sonraki müxalifətçilik dönəmində hər zaman bu məqamlara, bu hədəflərə Elçi bəy xüsusi diqqət göstərir və biz də bunun hər zaman iştirakçısı və şahidi olmuşuq. İndiki mərhələdə də biz Azərbaycanımızın problemlərinin həllini istəyiriksə, milli həmrəylik həlledici hədəflərdən biri olmalı. Əgər Azərbaycanın müstəqil,
azad, firavan bir ölkə kimi yaşamasını istəyiriksə, vətəndaşımızın, soydaşımızın xoşbəxtliyini istəyiriksə, milli birlik, milli həmrəylik həlledici bir amil kimi diqqət mərkəzində olmalıdır. Təəssüf ki, mövcud hakimiyyətdən biz bunu bir çox hallarda görmürük. Siz narahat olun. Milli birlik hakkında dediğimiz sözler hiç kimi narahat eləməməli. Əksinə bizim sözlerimiz ülkemizin, xalqımızın, dövlətimizin köklü maraqlarına, köklü hədəflərinə cavab verən sözlərdir. Bugün biz milli birlik, milli həmrəylik bayramı münasibəti ilə xalqımızı təbrik edirik, xalqımızın hədəflərini yada salırıq. Qeyd edirik ki, bunun üçün filan işlər görülməlidir və səhər gözümüzü açırıq, görürük ki, qiymətlər artırılır, benzinin, digər yanacaq növlərinin qiymətləri artırılır, kommunal xərclərdə və s. yenə də artımlar var. Və bu hakimiyyət xalqımıza qarşı o qədər laqeyd münasibət bəsləyir ki, bunu milli həmrəylik günündə, bunu yeni il ərəfəsində, bütün insanların ili başa vurub yeni ilə qədəm qoymağa hazırlaşdığı bir məqamda bunu bəyan edirlər. Problemlər var. Biz çox çətin və mürəkkəb bir ili tamamlayırıq. 2025-ci il doğrudan da çox mürəkkəb oldu. Bir çox cəhətlərdən mürəkkəb oldu. Həm sosial-iqtisadi problemlərin kəskinləşməsi, xalqın həyat səviyyəsinin çətinləşməsi, aşağı düşməsi, gerçəkliyi var. Həm çoxlu sayda siyasi həbslər, siyasi məhbuslar mövzusu bizi narahat eləyir. Ona görə biz arzumuzu, ümidimizi və mövqeyimizi ortaya qoyuruq ki, xalqımızın xoşbəxtliyini, Azərbaycanımızın problemlərinin həllini istəyiriksə, biz milli birliyə nail olmalıyıq. Azərbaycan xalqı milli birliyə qadir və layiq xalqdır. Azərbaycan aparıcı müxalifət qüvvələri, Müsavat Partiyası başda olmaqla milli birliyi əsas hədəf kimi müəyyənləşdirir və biz hakimiyyətdən də bu yöndə söz yox, gerçək addımlar, gerçək qərarlar gözləyirik və bu istiqamətdə də fəaliyyətimiz davam edəcək. Mən bir daha sizləri və sizin simanızda bütün xalqımızı bayramlar münasibətindən təbrik edirəm və yeni 2026-cı ildə mürəkkəb bir il kimi, gərgin bir il kimi gözlənilir. Ancaq bizim birgə səylərimizlə, birgə çalışmalarımızla, birgə fədakarlığımızla mən inanıram ki, 2026-cı ili 2025-dən daha uğurlu, daha yaxşı bir ilə çevirə biləcəyik. Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi naminə, Azərbaycan vətəndaşının xoşbəxtliyi naminə. Sağ olun, var olun.